Ondansa kasıb uşaqları sevindirərdiniz. Atalar demiş, yağ quyruğa sürtdülər. Valla o nə mənaya gəlir onu bilmirəm mən. O kasıb məsələsinə gəldikdə isə mən marketə getmişəm və orada uşaqlar, mənim izləyicilərim qarşıma çıxıb və məndən hədiyyə istəyiblər. Mən də onlara hədiyyə almışam. Videoqraf da oradaydı, bu video elə çəkildi. Yüzlərlə dəfə olub ki, mən marketə girmişəm, uşaqlara hədiyyə almışam, heç ondan video çəkməmişik biz. Sadəcə videoqraf da mənim yanımdaydı deyə elə dedik ki, uşaqlar da istədilər, video çəkdik. Bu bir. İkincisi, mən marketdə qarşıma uşaq çıxanda, nəsə istəyəndə ki, mənə harada var, belə deyirlər də, harada var, Cavid, bizə hədiyyə al. Mən soruşmuram ki, sənin atan harda işləyir, anan harda işləyir. Və yaxud orada Landauda oxuyurlar deyə, bilmirəm, istəsələr milyonçu ola bilər, milyoner ola bilər, mənim üçün fərqi yoxdur, uşaqdır. Uşaqda hamı belə konfet, abur-cubur istəyir, mən də alıram. Düzdür, insan elədiyini deməz, amma məcbur qalıb məni dedizdirirsiniz. Yəni ki, yüzlərlə dəfə olub ki, bu mən hansı uşaqlara nəsə almışam, fərqi yoxdur, hansı ailədəndilər. Və mən heç onu çəkib paylaşmamışam. Və bir də mötərizə açaraq demək istəyirəm ki, hansısa kasıb, dırnaq arası kasıb uşağa belə mən nəsə alsam, onu heç vaxt kasıb, o uşağı kasıb kimi təqdim eləmərəm. Heç vaxt. Öz egomu artırmaq üçün 3-5 dənə like gələcək deyə TikTokda mənə, mən hansısa getdim, kasıb uşağa yardım elədim tipli bir video paylaşmaram. Yadınızda qalsın bu. Siz bunun fərqini seçə bilmirsiniz, hələ primitiv düşüncəli insansınız. Hansısa uşağa hədiyyə almaq o başqa məsələ, challenge. Oyundur da, yəni ki, video çəkirik. Kasıbsan, sənə yardım eləyirəm deyə video çəkmək. O başqa məsələ. Onu mən heç vaxt bir kişi olaraq özümə sığışdırmamışam. Sizlərlə yumuşaq danışıram deyə elə bilirsiniz ki, mən elə hər şeyi götürəcəm burada. Çox öyrəşmişsiniz TikTokda genələ gedib kiməsə yardım eləyənləri. Kartıma pul at gedim kiməsə yardım eləyim. Mən elədiyimin hamısını öz cibimin pulundan eləyirəm. Aktiv gəlirimlə eləyirəm, işləyirəm. Nə də ki, burada kimsə məni TikTokda şirmir atıb, nəysə, hələ arxasını demirəm. Öz cibimin puluyla nə alıram, imkanım çatır, 3 manatlıq alıram, o uşaqlara 30 neçə manatlıq elədi. Onda o qədər var idi, onda eləyirəm. Və bugünkü gündə də mən fəxr edirəm ki, uşaqlar məni küçədə görəndə bilirlər ki, mən bu abur-cubur paylaşıramsa, nəsə paylaşıramsa, onun altında mən hər zaman təhsili təbliğ eləmişəm. Hər zaman təhsili təbliğ eləmişəm. O uşaqlar gəlir mənə ingilis dilində 3 dənə söz deyir. Mən onunla fəxr edirəm ki, gör məni necə tanıyıblar. İngilis dili öyrənməyi təbliğ eləyən biri kimi, təhsili təbliğ eləyən biri kimi. TikTokerliyi eləyən, nə bilim, şir atın mənə nəsə eləyən biri kimi yox. Uşaqlar